İlqar Ocaqov, Kapital Bankda ekspert funksiya lideri vəzifəsində çalışıram. Bugün təlimdə iştirak elədik. Təlimin mövzusu bankçılıq məhsulları haqqındaydı. Xüsusən də onlar banka gəlmədən necə bank məhsulları əldə edə bilərlər, onun haqqında danışdıq. Geniş müzakirələr apardıq. Təlimimiz aktiv keçdi, diskussiyalarla keçdi. Hər bir iştirakçıya təşəkkür edirəm və uğurlar arzulayıram. Mən Nadirə İsazadə, Kapital Bankda hüquq departamentində çalışıram. Bugün biz qadın sahibkarların inkişafı proqramında növbəti bir modulda təlim keçdik. Bugünkü mövzumuz biznes hüququnun əsasları və müqavilə bağlanması qaydaları idi. Hesab edirəm ki, maraqlı və faydalı təlim oldu. Mən Küçükəl Tərənnə, Moda Əzizə Moda evinin təsisçisi Şiznex layihəsinin təşkilatçılarına öz minnətdarlığımı bildirirəm. İlk öncə böyük imkanlar yaradır bizə. İnşallah ki, bu layihə bizim irəlidə güclənməyimizə çox böyük səbəb olacaq. Təşəkkür edirəm.